Ədəbiyyat zamanın cəmiyyətin, mədəniyyətin, mənəvi irsimizin əksidir və şərq ədəbiyyatında qadın mövzuları əsrlər boyu mürəkkəb təkamül yolu keçib, mifoloji gözəllik, ilahi sevgi, qəhrəmanlıq, fədakarlıq və maariflənmə mərhələlərini adlayıb. Bu baxımdan danışalım. Təşəkkür edirəm. Əvvəla mən şərq ədəbiyyatı haqqında məlumat vermək istəyirəm. Şərq ədəbiyyatı zəngin fəlsəfi düşüncəsi, yüksək bədii dəyəri və humanist ideyaları ilə dünya mədəniyyətinin ən qiymətli xəzinələrindən biridir. Şərq ədəbiyyatı minilliklər ərzində formalaşmış fəlsəfi düşüncəni, mənəviyyatı, əxlaqı, sevgi və insanın daxili aləmi kimi mövzularda xüsusi diqqət yetirmişdir. Onun əsas məqsədi insanı yalnız estetik zövq vermək deyil, insanı mənəvi cəhətdən zənginləşdirmək, ona həyat və insanlıq haqqında mənəvi cəhətdən insanı zənginləşdirmək kimi insana bu cəhətləri aşılamaqdan ibarətdir. Və təbii ki, bu cəhət şərq ədəbiyyatındakı bu səbəblər bugünkü günümüzə qədər aktuallıq kəsb edir. Şərq ədəbiyyatı əsasən Yaxın Şərq, Orta Şərq, İran, Hindistan, Ərəb ölkələri, Azərbaycan, Çin və digər Asiya xalqlarının yaratdığı ədəbi irsə daxildir. Şərq ədəbiyyatının kökləri qədim dövrə gedib çıxır və ilk yazılı nümunələr qədim Mesopotamiya, Çin və Hindistan mədəniyyətində yaranmışdır. Və zaman keçdikcə başqa ölkələrin mədəniyyəti ilə əlaqələr genişlənmiş və bu başqa ölkələrin də ədəbiyyatları formalaşmağa başlamışdır. Qeyd edim ki, şərq ədəbiyyatının təkmilləşməsində, şərq ədəbiyyatının inkişafında mərhələlərlə müəyyən dinlərin meydana gəlməsi, müəyyən dinlərin yaranmasının da böyük rolu olmuşdu. Qeyd edək ki, istər İslam dini, istər Buddizm, istər Hinduizm kimi dünya görüşləri ədəbi əsərlərin məzmununa güclü təsir göstərmişdi.